Salam, kanalıma xoş gəldiniz. Bu videomda sizlərlə asanlıqla hazırlaya biləcəyiniz çox dadlı salat resepti paylaşıram. Öncədən bişirdiyim toyuğun filesini didirəm, üzərinə zövqə görə duz, istiot səpib, təxminən 2 yemək qaşığı qədər mayonez töküb qarışdırıram. Bişirdiyim yer çöçünü rəndənin iri gözündən keçirdirəm, üzərinə mayonez töküb qarışdırıram. Salatı yığmağa başlayıram. Çay yarpaqlarının üzərinə hazırladığım yer çöçünü töküb yayıram. Sonra üzərindən hazırladığım toyuğun filesini töküb onu da yayıram. Üzərinə qaynatdığım yumurtanı rəndəni xırda gözündən keçirdirəm. Zövqə görə duz, istiot səpib üzərini mayonezləyirəm. Sonda Holland pendirini üzərinə rəndələyib salatı tamamlayıram. Bu şəkildə tez bir zamanda hazırlaya biləcəyiniz çox dadlı salat alınır. Siz də mütləq hazırlayıb nuş edin. Bugünlük də məndən bu qədər olsun. Kanalıma abunə olub videoma bəyəni işarəsi qoymağı unutmazsanız çox sevinərəm. Yeni video reseptlərlə görüşmək üzrə inşallah. Allah'a emanet kalın.